Sabahınız xeyirli olsun. Bəli, Bakı Məhkəmə kompleksində məhkəmə istintaqı davam edir. Bir neçə dəqiqədən sonra təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesində növbəti baxış iclası başlayacaq. Hazırki mərhələdə məhkəmə istintaqında iş üzrə keçən çoxsaylı sənədlər, sübutlar, faktlar araşdırılır və zərər çəkənlər ifadə verirlər. Qeyd edək ki, hələ ki Ruben Vardanyan məhkəmədə ifadə verməkdən imtina edir. Amma demək olar ki, bütün məhkəmə iclaslarında o müxtəlif vəsadətlərlə çıxış edir. Cinayət işinin materialları, həmçinin məhkəmənin iclasının protokolları, həmçinin digər vəsadətlərlə çıxış edir. Onun vəsadətlərinin qanunvericiliyi əsaslandırılmış bütün vəsadətləri demək olar ki, təmin olunur. Amma hansı vəsadətlər əsaslandırılmadıqda, qanunvericiliklə əsaslandırılmadıqda, rədd edildikdə Ruben Vardanyan məhkəmə tərkibinə etiraz edir. Açıq keçən məhkəmə iclasında çoxsaylı sənədlər, sübutlar var ki, onlar da məhkəmə prosesində tədqiq olunur. Biz bugünkü iclasla bağlı xəbərlərin növbəti buraxılışında tamaşaçılara daha geniş məlumatlar çatdıracağıq. Amma bu saata olan məlumatlar isə ondan ibarətdir ki, Ruben Vardanyan artıq Bakı Məhkəmə kompleksinə gətirilib. O bir neçə dəqiqədən sonra iclas salonuna daxil olacaq. Həmçinin onun vəkili də buradadır. Qeyd edək ki, Ruben Vardanyan özünün istəyinə uyğun olaraq ona vəkil təyin olunub. Həmçinin özünün istəyinə uyğun olaraq ona rus dilində tərcüməçi ayrılıb. Bugünkü iclasda da görüntülərdən göründüyü kimi çoxsaylı zərər çəkənlər var. Onlar məhkəmə prosesində həm zərər çəkmiş qismində əyləşirlər, həm də məhkəmə iclasında ifadə verirlər. Qeyd edək ki, həmin zərər çəkənlər əsasən 2021, 2022, 2023-cü ildə Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə və işğalçılıq siyasəti nəticəsində zərər çəkənlərdir. Qeyd etdiyimiz kimi açıq keçən məhkəmə iclası ilə bağlı biz xəbərlərin növbəti buraxılışında daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq. Hələlik isə bu saata çatdıracaqlarımız bu qədər. Buyurun, söz yenidən mərkəzdə studiyadadır.